Bugün insanları narahat edən nevrozlardan ürək nevrozu haqqında danışmaq istəyirəm. Ürək nevrozu xüsusilə gənclər arasında çox geniş yayılıb və özünü müxtəlif formalarda ürək döyüntülərinin artması və yaxud azalması və yaxud da ki, ürək nahiyəsində ağrılar, yerin dəyişən ağrıların olması, iynə kimdir, batdı müxtəlif yerlərdə və onlarda bir qorxu verir. Bəzən görürsən, çox həssas olurlar, qısa müddətdə tərləyirlər, yuxu pozulur, dərin yata bilmirlər. Bir mənalı şəkildə dediyim kimi qan təzyiqi az müddətdə kəsin qalxa bilər, kəsin düşə bilər və bu ürək nevrozlarının müalicəsində də çox gözəl effekt alırıq təbii üsullarla. Nevrozların müalicəsində mütləq mənada bal tərkibli məlhəmlər çox gözəl effekt verir və baldan hazırlanan müxtəlif məzunlar da nevrozların müalicəsində çox gözəl effekt verir. Xüsusilə də o balın tərkibində təbii ki, yemişən çiçəyinin bitkisindən çəkilmə baldısa, ürək döyüntülərini normaya salır və qan təzyiqini normada saxlayır. Və eyni zamanda təbii ki, biz qan təzyiqi yuxarıdırsa, o zaman yenə də Phoenix bitkisinin çiçəyinin dəmləməsindən istifadə edirik. Hər zaman deyir ki, bu qanda şəkəri normaya salır, qan təzyiqini normallaşdırır, artıq çəkidən insanları azad edir. Ürək nevrozlarının müalicəsində arı məhsullarından çiçək tozu da çox gözəldir. Çünki onun tərkibində Mendeleyev cədvəlinin elementlərinin əksəriyyəti var. Çiçək tozu, həm də arı südü çox gözəl effekt verir. Arı südü nevrozların müalicəsində. Tamamilə olaraq davam edirsə, təbii biz onlara bitkilərin vannasını, xüsusilə qatır quyruğu və müxtəlif şam bitkilərinin yarpaqlarından hazırlanmış vannaların qəbulunu məsləhət görürük. Eyni zamanda təbii ki, nevrozlara ən çox məsləhət görür təmiz havada gəzməyi və idmanla məşğul olmağı. Xüsusilə üzgüçülük çox gözəl effekt verir.